iman asan olsaydı, həqiqətə gəlmək asan olsaydı, bunun bu qədər dəyəri olmazdı. Allah bunu bahalı eləmək üçün sınaqlı yola çeviribdi. Çox bahalı bir şeydir. İnsan da belə bir şeydir ki, ona bir şeyi pulsuz verəndə, çox dəyərli bir şeyi pulsuz verəndə qədrin bilmir. Həmən şeyi ona bahalı verirsən, onda başqa cür baxır. Bir Yapon zen ustadı olubdu, o çay verməklə məşğuldur. Bilirsiniz, Yaponlar həqiqəti hər bir şeylə ifadə edə bilirlər, o cümlədən çay süzməklə də. Bunun da bir çayxanası var idi, səyyar. Bütün dəstgahını yığırdı, belinə aparırdı. Yaxşı bir ağac çiçəklənəndə, sakura falan, onun yanında bir səyyar çayxana düzəldirmiş. Adamlara çay verirmiş. Amma çayla yanaşı özünün ünsiyyətini də təqdim edirmiş. Müəllimin ünsiyyəti həmişə böyük bir lütfdür. Onu görə bilən gözlər üçün. Bu da belə bir adam idi. Başa düşür ki, bunu görməlidirlər də adamlar. Çox maraqlı bir lövhə yazıb qoymuşdu dəstgahının yanına. Mənim çayıma görə, indi mən bizim meyarlara çevirəcəm bunu. Mənim çayıma görə 10 qızıl da verə bilərsiniz. 10 manat da verə bilərsiniz. 10 qəpik də verə bilərsiniz. Pulunuz yoxdursa, elə-belə içib gedə bilərsiniz, halal xoşunuz. Sonra da bir remark. Çox üzr istəyirəm. Daha əlverişli iqtisadi şərtlər suna bilməyəcəm sizə. Bilirsiniz bu nə deməkdir? Allah öz elmini havayı da verir. Pulla da verir. Böyük bahalıqla da verir. Bunu götürən yoxdur. Bu eyni şeydir. Eyni məhsuldur. Amma onu götürən yox. Niyə sizcə? Çünki pulsuz olanda deyir ki, bu yaxşı bir şey olsa bu mənə verməzlər ki. Düşünürsünüz? Yox, mən gərək gedəm bunu Amerikada alam. Okeanın o üzünə qədər üzəm, bilet pulu xərcləyəm, gedəm onu orada alam. Burada bunu verirsən, Abşeronda götürməz. İnsan elə bil ki, ucuz bir şeyə inanmır. İnanmır ki, Allah buna bu lütfü verə bilər. Pulsuz da verə bilər. Çox baha da verə bilər. O sənin qalacağına baxırsan, bu neçəyə alacaqsan, nə qədər dəyərləndirəcəksən. Ona görə Allah öz yolunu ümumiyyətlə çətinləşdiribdir. Yəni, egzistensial olaraq həqiqəti tapmaq çətindir. Çünki sonsuz dərəcədə asan. Asanlıq özü çətinliyə dönüşübdür.